Bir dənə cəhd elin alınır. Təvəssül eləyir əhl-i beytə. Dinim, sən bizə kömək ol da. Sən bizə kömək ol. Özü təvəssül eləsəz, kömək də eləyirlər. Bunlar belə bir şəxsiyyətdir. Rəbbiniz dedi, mənə dua edin, mən də sizə cavab verim. Həqiqətən mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Darda qalan kimsə, yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yeryüzünün varisləri edən kimdir? Allah onların qoşduqları şəriklərdən ucadır. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. De ki, mən yalnız öz Rəbbimə dua edirəm və kimisə ona şərik qoşmuram. Allahdan başqa heç kəsə dua etməyin. Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid sayıb, ona dua edin. Ey Rəbbimiz, sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Ey Rəbbim, məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbimiz, duamı qəbul elə. Ey Rəbbimiz, haqq hesab günü məni, valideynlərimi və möminləri bağışla.